Fuad Ltd mənzil tikinti şirkətinin aldatdığı bir qrup payçı dövlət strukturlarını, o cümlədən Prezident administrasiyasını dələduzları himayədə itham edib. Şirkət 2005-ci ildə Xırdalanda 14 mərtəbəli yaşayış evinin 3 blokunun tikintisinə başlayıb. Onda iş sürətlə gedirdi və bizim şirkət sahibi Qasım Məmmədova inanmamağa haqqımız yox idi. Ondan müqavilə ilə mənzil aldıq deyə payçılardan Agil Şahvələdov bildirib. Amma 2008-ci ildən tikinti işləri dayandırılıb və o vaxtdan payçılar məhkəmə qaydasında mənzilləri və ya qoyulan vəsaiti tələb etməyə başlayıb. Məlum olub ki, layihə 9 blokdan ibarətdir. Məmmədov və qohumları olmayan mənzilləri satırdı. Layihə üzrə cəmi 505 mənzil tikilməli idi, amma öyrənmişik ki, 595 sayılı mənzil satılıb deyə digər zərər çəkən Eldəniz Əbdürrəhmanov bildirib. Satılan mənzillərin sahəsi layihədəkindən çoxdur. Bu cür aşkar dələduzluq hərəkətlərinə baxmayaraq Baş Prokurorluq Qasım Məmmədova qarşı cinayət işi başlamaqdan imtina edir. Dəfələrlə müxtəlif orqanlara, Prezident administrasiyasına, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Milli Məclisin müxtəlif deputatlarına müraciətlər etməyimizə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Abşeron rayonunun polis şöbəsinə, Abşeron rayon prokurorluğuna müraciət eləmişik və son nöqtədə deyiblər ki, Abşeron rayon məhkəməsinə müraciət edin. Abşeron rayon məhkəməsinə də vətəndaşlardan müxtəlif bir neçəsi müraciət edibdir. Bizim iddiamız Abşeron rayon məhkəməsindən Məmmədov Qasımın dələduz və fırıldaqçı olduğunu müəyyənləşdirib ona cinayət işi qaldırmaq olmasına baxmayaraq, o isə deyib ki, biz bu iddia ilə ərizələrə baxa bilmərik, siz iddia verin ki, pulumuz qayıtsın. Biz də məcbur olub pul qaytarılmaq iddiasını qaldırmışıq və iddia təmin olunmağına baxmayaraq icra olunmur. İcra olunmayandan sonra biz Ədliyyə Nazirliyinə də dəfələrlə müraciət etmişik. Deyir ki, onun heç bir vəsaiti yoxdur, ona görə də icra olunmur. İndi bizim əlimizdə pul qərarı, güya pulumuzu qaytaracaq. Nə mənzillər tikilir, nə də pulumuz qaytarır. Bax, vəziyyət bu şəkildədir. Payçı Gülşən Bağıyevanın həyat yoldaşı Nizami Əliyev deyir. Bizə satılan ev başqasına da satılıb. Qasım Məmmədov bunun anlaşılmazlıq olduğunu iddia edir. Məhkəmə bizə pul ödənilməsi barədə qərar çıxarıb, amma sahibkar məhkəmənin qərarını icra etmir. Mənim etibarlı himayəm var. Oğlum Milli Təhlükəsizlik Nazirliyində işləyir. Mənə gücünüz çatmaz. Qasım Məmmədov bizə belə cavab verir. Bilmirik nə edək deyə Əbdürrəhmanov soruşur. Müqavilə öhdəsinin Fuad Ltd başda Qasım Məmmədov olmağını yerinə yetirmir. Tələbim də ondan ibarət ki, qarşı müqavilə öhdəliyini yerinə yetirsin. Bildiyiniz kimi, bunun da fikri ev tikmək deyilmiş, dələduzluqla məşğul olmaqmış, cəmaatı aldatmaq, başını oynaçmaq. Biz də yenə dediyim kimi bütün dövlət orqanlarına müraciət edirik, ancaq yazışma ilə məşğul. Biz yazırıq, onlar bizə cavab verilir. Biz yazırıq, onlar bizə cavab verir. Heç bir tədbir görülmür. Müraciətimiz, səsimiz yalnız və yalnız ölkə başçısına çatsa, Cənab İlham Əliyevə çatsa, mən ümidim var ki, bir şey olar. Yoxsa axırıncı ümidlərdə burada sönür. Qalır üzümüzü tutaq ya gərək şimala, ya da qərbə. Başqa bizə kömək eləyən dövlət orqanı, dövlət təşkilatı yoxdur, qardaşım, yoxdur.